Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Demək, universal ot doğrayan yem ürünlərimizi Zərbab bölgəmizə gətirdik inşallah. Demək, əziz izləyicilərimiz, hal-hazırda üyütdüyümüz arpa dənli bitkisi idi. Ya Allah. Əslafullah, buğdaydı, buğda. Demək, əziz izləyicilərimiz, bu bizim dörtlük ələklə üyütdüyümüz buğda. Bu isə bizim dörtlük ələklə üyütdüyümüz arpa. Allaha çox şükürlər olsun. İnşallah demək bizim ələklərimiz bizim dənli bitkilər üçün ələyimiz və ot üçün ələklərimiz. İnşallah otumuzu da doğradıqda çəkib sizlərə nümayiş elətdirəcəm Allahın izniyle. Əziz izləyicilərimiz, demək, hal-hazırda işığımız 215 voltdur, 215 volt. Kodladıqda da gəlir, düşür 210 volta, 208 volta. Yenə də şükürlər olsun Allahın böyüklüyünə. Bu da yaxşıdır, pis deyil. 220 volt olsa daha gözəl olardı. Buyurun, doğradığımız, indi İnşallah 25'lik ələklə doğradığımız ot Allahın izniyle gələcəkdə qardaşımız bir ambar eləyər. Bütün videolarımda deyirəm. Və bunu yönəldər ambara, doğradığı otu nə toz görər, nə də ki əziyyət çəkər inşallah. Allah sizlərin də işinizi avan diləsin. Dayı, Allah xeyirli uğurlu eləsin dayı. Sağ ol, Allah razı olsun. Allah köməyiniz olsun. Allah sizin də təsərrüfata bərəkət versin. Amin Allah. Allah amanında qalın əziz izləyicilərimiz. Sağ olun.